Ekran görünür. Baş görünür Всё, müəllimə, görünür. отлично. Deməli, başlayıram birinci mətndən. Hal-hazırda 2025-ci il fevralın, aprelin 28-i keçirilən, yəni ki, keçən ilin ikinci qəbuluna düşən sınaqlardan birini daha doğrusu qəbullardan birini yazırıq. Başlayıram 6-cı sualdan. Ümumi mətn rənglər haqqında olan bir mətn idi. Çətin deyildi, sadəcə bir balaca qarışıq mətndir. Biraz diqqətli olmaq lazımdır. İndi sizə çox diqqətli olacağınız nüanslardan birini də göstərəcəm. Ümid edirəm ki, o hissədə səhv eləməmisiniz. Çünki mən özüm də biraz çaşmışdım. Deməli, 6-cı sualda 6.1-də mənə deyir ki, еще в древности люди знали, что солнечные лучи отражали спектр цветов. Дело в том, что bizə bu haqqda məlumat, ümumiyyətlə bu rənglərin spektri haqqında məlumatı bizə 3-cü cümlədə verir. Baxın, deyir ki, в астрологии лучи Солнца, разложенные в спектр и дающие 7 цветов, соответствовали некоторым космическим телам. Bəli, bizə bu haqqda məlumat verir ki, spektr rəngi var idi, daha doğrusu rənglərin spektri var idi, 7 dənə rəng göstərirdilər, amma İnsanların bu haqqda hələ ta o dövrdə məlumatı olduğu haqqda, daha doğrusu o dövrdə insanların bu haqqda məlumatı var idi, yox idi. Bu haqqda biz bilmədiyimizə görə ilk iki cümlə sizi çaşdırmasın. Çünki ilk iki cümlə sadəcə miflərdə bu haqqında danışdığı haqqında bir məsələ var və ya rənglərin simvolikası haqqında bir məsələ var. Lakin İnsanlar o dövrdə rənglərin spektri haqqında məlumatı olub-olmadığımızı təəssüf ki, mətndə qeyd olunmadığına görə 6.1 olacaq variant B. Burada fərqli variant yazırlar. Sual qeyd edeyim. Da, конечно, da. Bilənlər bəlkə bilmir. Mən də əvvəl birinci A qəbul elədim onu. Aha. Sonra B elədim. Nə yadıma düşdü? Yadıma düşdü ki, bu işığın sınma qanunu 20-ci əsrin əvvəllərində sualtı qayıqda kəşf olunub. Aha. Ona görə də 20-ci əsrin əvvəllərində bu sualtı qayıqda kəşf olunmuş sınma qanunu ola bilməz ki, köhnədən xəbərlər. Da. Amma mən bir balaca nüansı sənə qeyd edeyim. Во-первых, спасибо за информацию. Bunu mən də bilmirdim. Amma burada belə bir məsələ var ki, bax, bəzən elə ola bilir ki, bu indi sənin görsən dünya görüşünü göstərir ki, sən bilirsən ki, bax, spektr tutalım deyirəm, 20-ci əsrin əvvəlində yaranıb. Amma birdən mətndə qeyd olunsa ki, 20-ci əsrin tutalım deyirəm, sonunda yaranıb, sən bilirsənsə belə ki, əvvəlindədir, sən o cavabın mətnə aid olaraq olmalıdır. Yaxşı, bir dənə gəlin bu hissədə razılaşaq ki, sizin ümumiyyətlə bütün cavablarınız tamamilə mətnə uyğun olmalıdır. Və burada biz sizin daha doğrusu Dövlət İmtahan Mərkəzi sizin dünya görüşünüzü yoxlamır. Tamamilə mətni oxuyub anlamanızı yoxlayır deyə. O hissədə bəzən elə ola bilir ki, mən çox rastlaşmışam elə durumla. Tələbə deyir ki, müəllimə, mən bu haqqda oxumuşam, bilirəm ki, bu belədir. Halbuki mətndə o haqqda qeyd olunmayıb. Biz sadəcə nəyi yadda saxlamalıyıq? 1. Bütün cavablarınız mətnə uyğun olmalıdır. 2. Mətndə olmayan hər informasiya səhvdir. Хорошо? А так, спасибо за информацию. Я могу продолжить? Davam edə bilərəm? Bəli. Так, 6.2 ilə davam eləyək. По мнению психологов, синий, черный, золотой, белый и красный цвета в рекламном бизнесе ассоциируются с элементами дешевизны. Dешевизna bu ucuzluq deməkdir. İndi gəlin bir dənə biz oxuyuruq. Üçüncü abzasımızın birinci cümləsi var. İkinci cümləsi. Психологи установили, что синий, золотой, белый, черный, красный цвета, которые можно использовать для отождествления товара с дорогим элементом, поскольку эти цвета испокон веков связаны с элитой общества. Дорогой элемент, elita общества. Bu ucuzluq deyil ki, düzdür? Deməli 6.2 olacaq. Variant B. Hətta orada mətndə də sizin üçün qeyd eləmişəm. 6.3. Сочетание синего и черного цвета делает товар еще дороже. Burada A variant götürən var aramızda. Yox. Ümid edirəm ki, yoxdur. Niyə? Mən çalışmışdım, sonra düzəltdim. Bəli, malacət. Da, malacət. Çünki mətndə bizə qeyd olunur ki, baxın altına xətt çəkmişəm, кружочек almışam o cümləni. И действительно, в дорогих товарах очень распространено сочетание синего или черного, deməli, göy rəngin və qara rəngin zolotым, qızılı ilə.
Yəni ki, göy və qaranın necə deyim, və ya qaranın, göy və ya qaranın yəni qızılla. ki, qızılla olan saçıtaniyasından söhbət gedir ha. Onların qara və göyün bir-biri ilə olan saçıtaniyasından söhbət getmir. Ona görə 6-3-də B olacaq. Məsələn, çünki keçən il bir çox tələbəm burada səhv etmişdi. Diqqətli olun. Bir burada eləmişdi, bir də bir məsələ var, onu da göstərəcəm sizə. Bir də 6-4. Использование черно-оранжевого цвета вызывает отчаянное состояние. Bu da səhvdir. Niyə? Çünki отчаянное состояние burada cümləmiz, son iki cümləmiz var. Məsəl üçün orada var соединение фиолетового с оранжевым говорит о безысходности, da, çarəsizlikdən danışır və yaxud da çıxılmaz vəziyyətdə qalmaqdan, то есть qəmgin olmaqdan, вот отчаяние, безысходность это слова синонимы. Тот же эффект вызывает надпись, выведенная, например, белыми буквами на абсолютном черном фоне. Bu hissədə bizə lazım olacaq. Но в любом случае там черно-оранжевого сочетания нет. Там есть сочетание фиолетового с оранжевым, поэтому 6-4 тоже будет неправильно. Итого, bütün 6-cı sualımızın cavabı olur B вариант. Да, можно, пожалуйста. Так, дальше. 7-й вопрос. Определите значение выделенного слова. Mən düşünürəm ki, bu sözün tərcüməsini bilməsək belə tapmaq asan olacaqdır. Çünki mətndə onu antonim olaraq verilib. Deməli, bu haqqda bizə məlumat verilir 2-ci abzasın sonuncu cümləsində. Daha doğrusu o söz orada istifadə olunur. В Китае об искреннем, откровенном человеке говорят красное сердце. Тогда как сердце дурного, коварного человека темное. Baxın, deyir ki, səmimi, yaxşı insan haqqında deyirlər ki, o insanın qırmızı ürəyi var. Deməli, əgər qırmızı ürək yaxşı insanı simvolizировать eləyirsə, pis insanı, hal-hazırda xain insanı, ki, коварный, вариант olarak orada olacaq C, вероломный, это слова синонимы, запомните. То есть они символизируют плохого человека. Все понятно? Mən D götürmüşəm. Bu nə? Неистовый. Это не в значении не динамичный. Bəli, səmimi olmayan deyil bu. Qoy onun tərcüməsini Azərbaycanca baxım. Yox. Bax, məsəl üçün, keçən il безнадежный götürən var idi, ümidsiz. Неистовый. Mən də elə götürmüşəm. Yo. Bax, quzum. Дело в том, что yenə deyirəm, imena mətnə aid. Bu əslində bu sözü mətnə aid etməsək də o söz xain deyə tərcümə olunur. Просто здесь дело в том, что mətndən mən düşünürəm ki, tapmaq olardı. Deyir ki, об искреннем, откровенном человеке говорят красное сердце. Deməli, yaxşı insanın qırmızı ürəyi varsa, коварного человека темное, qara, belə deyək də, tünd ürəkmi deyim, qaranlıq ürəkmi deyim, tünd ürək kimdə ola bilər? Pis insanda. Pis insanda xain insandır, коварный, вероломный. А вот неистовый, я не знаю перевод на азербайджанский, сейчас я посмотрю. Неискренний. Neискренний sözü gəldi ağlıma. Hə, neискренний deyil. Neistовый sözü bilmirəm. Əslində mən tərcümə olaraq budur, amma bu söz biraz ədəbi söz olmaya da bilər. Əgər elədirsə öncədən hamınızdan üzr istəyirəm. Qudurğan deyə tərcümə olunurmuş. Bilmirəm nə dərəcə düzgün tərcüməsidir. Хорошо? Var əslində elə bir mənası, amma bu sözün uygun değil, не знаю. Хорошо? Но здесь именно коварный и вероломный это слова синонимы. Məndə коварныdır. Да. Qara ürək insandır, orada коварный insandır. Да, хорошо? Понятно? Так, и 8-й вопрос, 8-ci sualımız. Ümumiyyətlə bu son cümləmizə aid bir məsələdir də. Как его вот этот bu 8-ci sualımız. İmенно bu cümlədən başqa bir nüans da var. Onu da sizə indi bundan sonra gələn suallarda göstərəcəm. Значит, в чем здесь дело? Deyir ki, логотип, выполненный на черном фоне. Son cümləmiz. Значит, надпись, выведенная, например, белыми буквами на абсолютно черном фоне. Nə məsələ idi orada ümumiyyətlə? O son iki cümlədə bizə nədən danışırdı? O чем там говорится? Вот последний. Bu orada məncə B variantıdır. Qara fonda ağ hərflərlə yazı yazılan. Mən də B götürmüşəm. Çünki Mən də B yazmışam. Подождите, нет, düz deyirsiniz. Bu son cümlə deyil. Burada надпись də yuxarıda logotipdir. Da, извините, ребят. Burada mən çaşmışam. Çünki son cümləmizdə burada надписdən söhbət gedir. Amma bunun logotip məsələsi var da. Logotip выполненный на черном фоне. Orada cümlənin altına hətta xətt çəkməyə çalışmışam. Görürsüz, bu qaraladığım hissə deyim. Черный цвет позволяет эффектно выделить логотип или изображение самого продукта. Это делается для того, чтобы сосредоточить внимание потребителя на
Не на упаковке, а на самом продукте. Подчеркивать ценность продукта. Б вариант правильный, да. 8-də B-də Agi. Mən надписlə qarışdırmışam, sorry. Извините. Diqqətini cəlb eləməkdən ötürü. Да. Məsəl üçün D вариантımız, потому что там меньше потребителей, это неправильно. Привлекает мистикой, нет. Вызывает у людей ощущение спокойствия, bu da mətndə yoxdur. Отрицательно влияет на эмоции человека. Bax, bu белыми буквами на черном фоне. Просто bu logotip deyil, это надпись. Deməli, davam edirəm 9-cu sualla. Какие факты относятся к использованию красного цвета в мире? Qırmızı rəngin dünyada istifadəsi ilə bağlı olan hansı faktlar düzgündür? Aramızda birinci cümləni yazan var? Yox. Yoxdur, хорошо. Xeyr, birinci cümlədə yoxdur. Дело помните. O 7-dən biri də. Bəli. Вот запомните, отсутствует, yəni yoxdur. Присутствует, это в значении есть, хорошо? Дело в том, что красный цвет спектрда var. Renk spektrında var. Ama burada qeyd olunub ki, отсутствует. Ona görə bir səhvdir. 2. В Китае красный цвет характеризует искреннего человека. İkinci abzatsın sonuna doğru elə bir cümləmiz var. Bayaq da o коварный sözünü izah eləyəndə mən sizin üçün oxumuşdum o hissəni. Ona görə 2 düzdür. У некоторых племен, например, полинезийцев, красный цвет это цвет любви. Да. Помните, возлюбленный? 2-3 düzdür. İzdavna красный цвет считался цветом престижности. Prestij rəngi hesab olunurmuş qırmızı rəng. Təəssüf ki, mətndə məlumat olmadığına görə səhv götürməli oluruq. Və красный цвет с самых древних времен и по сегодняшний день ассоциируется с солнцем. Günəşlə əlaqələndirilir, assosiasiya olunur. Günəşlə səhv etmirəmsə, orada başqa bir nüans var idi, başqa bir rəng var idi. Если меня память не подводит, оранжевый цвет, да, спектр, да, оранжевый ряд, но это не красный цвет, поэтому отпадает, того получается 2 и 3, вариант Е. Gəlirəm 10-cu suala. Какие из перечисленных утверждений являются верными? Deməli, biri sразу silirəm. Niyə silirəm? Elə keçən ildə tələbələrimdən çox belə qarışdırdığı nüanslardan biri idi bu. Дело в том, что bizim mətnimizin son cümləsində qeyd eləyib ki, значит, надпись, выведенная, например, белыми буквами на черном фоне. Amma burada yazır ki, черными буквами на белом фоне. Ona görə bir səhv olacaq. Var bunu aramızda yazan? Yoxdursa nə möhtəşəm. Necə də diqqətlisiniz. Молодцы. Так, 2-yə baxırıq. Издревле разные народы имели свою символику цветов. Например, помните, orada polineziyçilərdən danışırdı ki, məsəl üçün onların bəli, qırmızı rəngi belə qəbul edirlər və yaxud da sair. Хорошо? Дальше. Выбор цвета непосредственно связан с основными чертами характера. İnsan xarakterindən asılıdır. Əslində bəlkə də ola bilər, amma Yəni bu cümlə var idi axırda. Hansıdır? Orada xarakter haqqında var idi. Orada başqa cürdür yazılmışdı. Нет, вот смотрите. Yazır ki, при этом краски символизировали не только планеты и их влияние, но и социальное положение людей. İnsanların sosial statusunu da belirləyirlər. Их различные психологические состояния. Это не черта человека. Это проявлялось в подборе одежды определенных цветов, в поговорках, обрядах. У разных народов сложилась определенная символика красок, дошедшая до наших дней. Mən elə bir məsələ görmədim, axı ki, tam çırtda xarakteri insanın xasiyyətinə uyğun olaraq rəng seçilsin. Bəli, orada belə bir nüans var ki, insanın psixoloji состояниясы ola bilər. Nə bilim, geyimə görə insanların, geyim rənglərinə görə insanların sosial statusu olmuş ola bilər. Amma imенно o şey yoxdur axı. Может, я как-то не то просмотрела, но məncə yoxdur. Mətndə qeyd olunmayıb. 4. Цвет одежды указывает на социальное положение людей, amma bu mətndə qeyd olunub. Например, это проявлялось в подборе одежды определенных цветов, социальное положение. Окей, var. В рекламе товаров цветовой спектр не играет важную роль. Əgər biz bunu düzgün seçmiş olsaq, tamamilə 3-cü abzasımızı gərək mətndən silib ataq. Çünki elə 3-cü abzasımızın 1-ci cümləsində deyir ki, сегодня символика цветов широко используется в бизнес-рекламе. İstifadə olunur mu? Bəli. Amma burada qeyd olunub ki, istifadə olunmur da. Daha doğrusu rol oynamır. Ona görə 5 də səhv olduğuna görə düzgün cavabım olur 2 və 4. Понятно? Agi, понятно? Понятно, mama, Все, понятно. хорошо. Keçirəm ikinci mətnimizə və burada bir manifest eləyirəm ki, mən inşallah yaxın zamanda Kapadokiyaya gedə bilim. Çünki bu mənim xəyallarımdan biridir. Siz magistraturaya qəbul olun, mən də Range Rover'dən Kapadokiyaya gedim. Razısınız? Manifestliyin. Range Rover. Bəli, mən
Range Rover Mən getmişəm magistratura qəbul olmadan. Da 15 sürəsində daha oradan siz nə olasınız ora gedib çatanda? yox, mən Müəllimə, ona da Gürcüstanla gedin. Gedin. Gürcüstan Axalkalaki daha yaxındır. yox, mən indi Hadi belə onunla belə 15 gün sürəsidir Fərqi maşın. yoxdur. İstanbuldan da 6 saatlıq yoldur. Mənə fərqi yoxdur. Əsas odur altında Range Rover olsun, uça-uça da gedə bilərəm, problem yoxdur. Kapadokiyada Range Range Rover 15-də maraton mənim xarab olub qalası yolda. Sən bax niyə elə danışırsan anar? Kimə deyirsən Bax elə belə şey. bir söz var. Eşitməmisiz. Deyir ki, Hə. yolda Range Rover gördünsə, iki şeyə gedir. Ya servisə gedir, ya da servisdən gəlir. Sağ ol, Heç təşəkkür də edirəm. elə deyil. Elə deyil, elə deyil. Pişiyin əli ətə çatmayanda deyirik. O məsələ. Vallahi Müəllimə, nə gözəl manifest elədik sizə, gördünüz. gör. Sağ ol anar, təşəkkür edirəm. Təşəkkür edirəm. İnşallah gedərsiniz Səbinə xanım. İnşallah siz də qəbul Sizi olarsınız. yayda sizin şəkillərinizi Mən görək. Range Roverlə Kapadokiyaya gedib hamıza yayda şəkillər göndərəcəm. Anar ən çox da sənə göndərəcəm. İnşallah. İnşallah. Zaten mən sizə Kapadokiyaya getmək şeyində deyiləm. Məsələn, gediniz, gedin, yaxşı sizə belə qəşəng birinci turla gedin, nə milyardlıq təyyarə ilə gedin. Belə şey Amma Range Roverlə getməyin, hə? Range Roverlə getmək mənasızdır. Yəni özünüzü yormaqdır. Mən demək istədiyim odur. Hə, yaxşı. Sən tamamilə bizi düşünürsən. Təşəkkür edirəm anar, çox sağ ol. Vsyo. Qayıdırsınız. Müəllimə maşın aldı. Təəssüf ki, Kapadokiyada deyilik, Azərbaycandayıq və bu mətni yazmaq məcburiyyətindəyik. Dönün bura. Vsyo. Tak. Mən nə deyim? Deməli, Kapadokiyada olan 2 dənə bir hissə var imiş. Dolina Kapadokия, так скажем, да. Это что? Подземный город. 2 dənə deməli şəhər, yeraltı şəhərimiz var. Derinkuyu, bir dənə də onun adı digərinin Kaymaklı. Bu 2 deməli yeraltı şəhər haqqında danışan bir mətn var. İndi gəlin onun suallarına baxaq. Başlayıram 11.3-dən. Deyir ki, в подземных городах Каппадокии найдено только помещение для жилья. Но дело в том, что ümumiyyətlə burada hər ikisindən söhbət gedir. Hər iki yeraltı şəhərdən söhbət gedir. Həm Dərinkuyudan, həm Kaymaklıdan. Amma deyir ki, это же не только помещение для жилья. Bu sadəcə yaşamaq üçün olan yerlər deyildi ki. Məsəl üçün burada qeyd olunur ki, onun altında vinodelya, yəni ki, şərab düzəldən yerdə var idi. Что там была еще церковь, məsəl üçün tutandı bu Kaymaklıda. Və yaxud orada labirintdən düzəldilmişdi. Yəni ki, bunlar, bu həmin yeraltı şəhərciklər belə deyək, onlar sadəcə yaşamaq üçün deyil. Yəni digər fəaliyyətlər üçün də istifadə olunurdular. Ona görə 11.1, например, для защиты, qorunmaq üçün istifadə olunurdular. Yəni ancaq tək bir funksiyaları yox idi. Ona görə 11.1 getdi, oldu B variantı. 11.2. В пещерном городе Деринкую последними проживали христиане. Bunun sizi belə fərqləndirmişəm, baxın. 1, 2, 3. Üçüncü abzasın son cümləsi. Последними в пещерах проживали люди, исповедующие христианство. Xristianlar yaşayırdılar son olaraq burada. Okeydir. 11.3. Подземный город Каймаклы интересен не только взрослым, но и детям из-за освещения. 11.3 isə tamamilə sonuncu abzasımızdır. Deyir ki, отличительной чертой Kaymaklı является его освещение. Deyir ki, Kaymaklını digərindən fərqləndirən əsas deməli xüsusiyyət onun işıqlı olmasıdır. Так как здесь нет ощущения полутьмы. Burada yarı qaranlıq hissi yoxdur da. Yəni ki, bura tam işıqlıdır. По этой причине, bu səbəbə görə, побродить здесь будет интересно не только взрослым, но и детям. İmенно bu səbəbə görə burada gəzmək sadəcə böyüklərə deyil, həm də balacalara çox maraqlı olacaq. Ona görə 11.3a. 11.4. Помещения пещерного города Деринкую были соединены между собой длинными пароходами. Sizə bayaq dediyim o labirint məsələsi. Deməli, o hissələr bir-biri ilə nə ilə bağlıydılar? Həmin labirintlərlə bağlıydılar. Правильно? Поэтому 11.4 olacaq variant A. Aydın olmayan nəsə varmı burada? Agi, все понятно? Xeyr, müəllimə, aydındır. Gəlirəm 12-ci suala. Выделенное в тексте слово. Deməli, bizim burada fərqləndirilən sözümüz неминуемое. Cavabı tamamilə mətnə aid olaraq olacaq, неизбежное. Gəlin bir dənə o cümləni oxuyum. Deyir ki, Tuneli splitаются в лабиринты. Həmin bu tunellər öz aralarında bir labirint yaradırlar. Местные жители в них отлично ориентировались. Deməli, oranın sakinləri həmin bu labirintlərin içərisində çox yaxşı orientir olurdular. Yəni, girişini, çıxışını çox yaxşı bilirdilər. А вот врагов, забредших сюда случайно, amma bura belə düşən düşmənlər ждала неминуемая гибель. Yəni ki, orada ölüm qaçınılmaz idi artıq.
неминуемая, неизбежная, kaçınılmaz idi. Правильно? Поэтому вариант D olacak. 13. Что было найдено в подземном городе Kaymaklı? 1, 2, 3, 4, 5. abzasın sonuncu cümləsi. Sonuncu, bəli, bir də ondan sonra gələn cümləmiz. Deyir ki, в городке найдены не только жилые комнаты. Yəni ki, deyir ki, burada ancaq yaşayış üçün otaqlar yox. Yəni yaşayış üçün otaqlar da var idi. Но и помещение другого назначения. Həm də başqa təyinatda olan məkanlar da var. Например, на третьем этаже есть винодельня. Məsələn üçün 3-cü mərtəbədə şərab düzəldilən yer var. На втором церковь. Buna əsasən də 13-cü sualımızın cavabı olur variant A. Жилые комнаты, церковь, винодельня. 14. В туннелях неприятелей ждала смерть из-за хитросплетенных лабиринтов. Bu da bayaq oxuduğum, eynən 12-nin cavabını oxudum sizə. Deyir ki, niyə bu, yəni ki, bu məkanda, bu yerdə düşmənləri ölüm gözləyirdi? Çünki bütün bu şəhərcik labirint formasında olduğuna görə, labirintlərə büründüklərinə görə də, ona görə, yəni ki, oranın öz insanları həmin labirintlərin içərisindən yaxşı çıxa bilirdilərsə, amma ora düşən düşmənlər orada orientir ola bilmirdi. Ona görə ölürdülər. Поэтому 14-də düzgün cavabım olacaq variant B. Хитросплетенных лабиринтов. 15. На какие вопросы можно найти ответ в тексте? Mətndə hansı sualların cavabını tapmaq olar? Birinci cavabı var. В чем заключается уникальность Kapadokya? Kapadokya'nın əsas fərqi nədir? Deməli, bu bizim son cümləmizdir. Son abzasımızda. Отличительной чертой Kapadokya является его освещение. Yəni onun işıqlandırılması. Var mı cavabı? Var. İkinci suala baxaq. Когда началось строительство города Derinkuyu? Deyir ki, Derinkuyu'nun deməli nə vaxt başlayıblar onu tikməyə? Biz Derinkuyu'nun nə zaman tapdıqlarını bilirik. Orada 3-cü abzasın 1-ci cümləsi var. Derinkuyu Mir uznal в 1962 году 62-ci ildə öyrəniblər. Lakin nə zaman necə deyim, tikməyə başladıqları haqqında bir məlumatımız yoxdur. 3-cü sual. Какова глубина подземного города Derinkuyu? 60, 60. İkinci abzasın son cümləsi. Город углублен на 60 метров и насчитывает несколько этажей. 60 metrə qədər bir deməli uzunluğu var, dərinliyi var və bir neçə mərtəbədən ibarətdir. Bir də var 4-cüsünün cavabı. Какой из подземных городов Каппадокии является самым большим? Bunun cavabı var, deməli, ikinci abzasın 1-ci cümləsində. В Каппадокии самым крупным подземным городом является Derinkuyu. Prosta mətndə sizə крупный sözü verilib, cavabda большой sözü ilə əvəz olunub. Yəni sinonim variantını verib. 5. В каком году был обнаружен подземный город Kaymaklı? Biz Derinkuyunun nə zaman tapıldığını bilirik. Təkrarlayıram, 3-cü abzasın 1-ci cümləsində bu haqda məlumat var. İşte в втором году. Amma Kaymaklı'nın nə zaman tapıldığı haqda mətndə bizə məlumat verilmir deyə. Ona görə bunun da cavabı yoxdur. İtavo 1, 3, 4. Mətndən aydın olmayan nə var? Müəllim, icazə olar. Da, конечно. Da. Uşaqlar səs saldı, sualı verə bilmədim. Bu 11 4-ün bir dənə, təkrar bir dənə baxaq da. Да, помещения пещерного города Derinkuyu были соединены между собой длинными проходами. Проход nədir ümumiyyətlə? Keçidlər. Keçidlər, koridorlar, labirintlər. Onlar orada cümlə var, tunneли сплетаются в лабиринты. Aha. Da. İndi biz də bilirik ki, labirint nədir? Labirint uzun yol deyil, dilinli koridor deyil. Labirint nə olan şeydir? Yəni labirint elə bir şeydir ki, əgər o dilinli koridor olsaydı, sən orada düşməni heç vaxt aldıra bilməzdin. S точки зрения da, logiki. Yəni sən orada şey olmalıdır ki, sən orada düşməni azdıra biləsən də. Yəni keçid olmalıdır, nə bilim, döngələr çox olmalıdır ki, düşmən orada gəlib səni itirsin. Yəni sən düşmən, amma siz təsəvvür edin ki, düşmən sizin arxanızda qaçır və sən 10 metr düzünə qaçmalısan. Ana, çox dərin düşünürsən. Молодой человек, çox dərin düşünürsən. Sənə konkret cümlə verib burada. Что как бы эти туннели сплетаются в лабиринты. Лабиринт, проход, коридор это слова-синонимы. Burada labirint verib, orada sənə koridor sözünü verib, prоход sözünü verib. Mən istədiyim odur. Labirint dilinli olmur. Kim deyir ki labirint dilinli olmur? Kim deyir onu?
Неужели длинных лабиринтов нет? Yox, dilin niyə olmur? Labirint deyirsiniz. Labirint dönmələrdən ibarət olan bir şeydir də, zonadır. Belə deyək ki, gedirsən, dönürsən, sağa dönürsən, sola görürsən, qabağa var, nə 3 yol çıxır, 4 yol çıxır. Gedirsən, tupikə ilişirsən, nə ağarırsan. Yəni budur labirint. Labirint yəni düz yoldan, yəni ki 10 metr gedib sonra dönmədən ibarət olmur ki, labirint dediyin 2-3 metr getdin, döndün. Bu ikinci abzasda vardı elə cümlə ki, структурам протяженными коридорами связаны. Hə də bir-birinlə bağlı koridorlar. Молодой Yok, человек, я а я тебе отсюда- что говорю? Лабиринт, проход, коридор – это одинаковые вещи. Mən deyirəm ki, bu müəssisələr bir-birlərinə uzun koridorlarla yox, kiçik, amma qarışıq şeylərlə. Yəni burada söhbət dilinli koridordan, dilinli proxoddan gedir. Dilinli proxod olmur burada. Yaxşı. Şey, Orada yazılar, ki, протяженные коридорlar. Dolarlardan söhbət edirik biz. Bir dənə mən o протяженный məsələsini tapım, indi göstərəcəm sənə. Mənim ikinci yerdə город углублен на 60 metrов var ya, ondan əvvəlki içindədir. Da. İkinci abzasın ikinci cümləsi. Соединен Bəli, друг с другом протяжным da протяженными uzun demək deyil. Yaxşı, протяженными коридорами. Onda sən bizə bunu da izah elə ki, протяженный koridor uzadılmış koridorlardır. Amma bunu deyin, bilmədim, bir söz bilmirəm də protection nə deməkdir. Hə, bu uzadılmış deməkdir. Onda gərək biz sənin dediyində səhv olmuş olur ki, labirint qısa olmaya bilməz. Mütləq qısa olmalıdır. Mən məsəl üçün yazıb baxıram internetdə, как его длинный лабиринт тоже может быть. Самый длинный в мире лабиринт çıxır məsəl üçün qabağımıza ki, məncə labirint qısa olacaq deyə bir məsələ yoxdur. Labirint ümumiyyətlə qarışdırılmış, necə deyim, qarışıq olan bir koridordur. Mən də sənə indi bax labirint tərəfdən deməsəm belə, mən sənə filoloq olaraq bu tərəfdən deyim ki, proxod, koridor, labirint hal-hazırdakı mətndə sinonim olaraq götürülür deyə. Ona görə mən 11-4-ün cavabını A variant olaraq götürmüşdüm. Və burada da qeyd olunubdu ya, splitаются в лабиринты, то есть splitаются в какие-то проходы, в коридоры. Bir də xanımların dediyi вот протяженными коридорами məsələsi dediyimizi sübut edir. Protection sözündən, əgər o dilinli sözünə sinonimdirsə ki, mən o protection uzadılmış da belə deyək. Biri var uzun, biri var uzadılmış, вот протяженный. Belə vaxtda bayrağı yerə qoyuram. Спасибо тебе. Tak, başqa aydın olmayan kimsə nəsə soruşmaq istəyirdi, mən elə bir sözünü kəsdim onun. Было такое? Saydı deyəsən. Aygün nəsə var idi, aydın olmayan? Если есть, давайте mən keçim sonra как его qrammatika. Mənim axşamınız xeyir. Axşamın xeyir. Mənim belə normaldır, başa düşdüm hər şey. Sadəcə bir dənə sualım var əlavə olaraq. Məsəl üçün orada tekstin içində tutalım. Deməli belə çıxır ki, cavabların içində sinonim falan işlənə bilər də, tekst olmayan amma onu sinonimi götürə bilər. Elə bizi əsas da çaşdıra biləcək variantlardan biri də odur. Bax, məsəl üçün deyirəm, bu 15-də 4-cü cümləmiz var. İndi bu ən primitiv olanıdır da. Базарки какой из подземных городов Каппадокии является самым большим? Sən bilməlisən ki, большой və ikinci abzasın birinci cümləsində var ya, самый крупный. Sən bilməlisən ki, большой и крупный это синонимы və sən onları götürə bilərsən düzgün olaraq. Amma sən onların sinonim olduğunu bilməsən, всё, deməli sən məsəl üçün mən onların sinonim olduğunu bilməsəydim 5-i götürməyə də bilərdim. Понятно? Поэтому yəni sinonim verilə bilər, bəli. Хорошо? Sadəcə diqqətli olmaq lazımdır ki, o sinonim sənin mətninə uysun da, belə deyək. Хорошо? Bir də müəllimə, bu tekstlerde mən keçən versiyada atmışdım. Sonra nəsə başqarış oldu. Bu противоречит məsələsi olur. Məsəl üçün, какое противоречит. O deməkdir ki, mətninə ziddir də, yəni o deməkdir. Yəni sənin mətnində olan hər hansısa bir informasiyanı o inkar edir. Хорошо? Bildim müəllimə. Məsəl üçün, bir dəfə sınav işlədik biz. Da, məsəl üçün tutalım deyirəm ki, müəllimə sizə. Bildim. Dinləmədən söhbət gedir. Mətn deyildi, səhv etmirəmsə. Dinləmə idi. Ona gərək bir də mən diqqətlə qulaq asım. Дело в том, что məsəl üçün deyirəm, mətndə yazır ki, bывает, amma cavabda qeyd edilir не бывает, отсутствует, присутствует, более, менее, daha çox antonimlərlə verilən bir məsələ ola bilər və yaxud da aydın hər hansı bir informasiya ola bilər. O уже mətndən mətnə, dinləmədən dinləməyə dəyişir quzum. Həmişə eyni bir model olacaq deyə bir şey yoxdur, təəssüf ki. Kaş ki olsa və mən sizə onu deyə bilsəm. Orada hər şey ola bilər. Bildim müəllimə, çox sağ ol. Sən sağ ol. 16-ya keçə bilərəm, люди добрые. Keçə bilərik müəllimə, keçə bilərik. Хорошо, gəlin başlayaq.
Deməli 16-da düzgün cavabım olacaq A variant. Ты приедешь к нам в гости летом? К нам, bizə, в гости, qonaqlığa. İkinci cümləmizdə в прошлую среду, keçən üçüncü gün, bax, həftə günləri ilə v istifadə olunur. В понедельник, во вторник, в среду, в четверг, в пятницу, в субботу, в воскресенье. Bir dənə вторникlə v istifadə olunur. Təkrarlayıram. В понедельник, во вторник, в среду, в четверг, в пятницу, в субботу, в воскресенье. Значит, в прошлую среду мы были у родственников. Və son olaraq наши друзья уедут. Çıxıb gedəcəklər, hardansa çıxıb gedəcəklər. Уедут из Баку на следующей неделе. Bax, на следующей неделе. Yadda saxlayın. Həftənin günləri ilə v istifadə olunsa da, həftənin özü ilə na istifadə olunur. Ona görə düzgün cavabım olacaq variant A. Переключите доброе экрана. Bəli. Aha, deməli başlayıram 17-ci sualdan. Dialoq qurmaq lazımdır burada. Deməli, baxın burada bizim iki variantımız var da. Ya 3 ilə başlamalıyam, ya 5 ilə başlamalıyam. Amma 3-də deyir ki, a какие конкретные экспонаты вас заинтересовали? Hansı konkret eksponatlar sizi maraqlandırıblar? Elə bir cümləyə bir ortadan girmiş oluruq və bir mənası olmur da. Nəyin eksponatı, haranın eksponatı, necə eksponat bir məlumatımız yoxdur. Ona görə avtomatik 3-ü silirəm buradan ki, deyirəm, ümumi bir məlumatdan başlamaq lazımdır. Ona görə 3-ü siləndə mənim orada 2 variant, daha doğrusu 3 variantım qalır. B, C və Y variantları. İndi gəlin baxaq görək. B variantımızda 5-dən sonra 2 gəlir. Fərqlənəndə baxaq da, gəlin öncə. Amma burada belə bir məsələ var ki, 5-dən sonra mən 2-ni götürsəm, elə bir ki, dalbadal 2 dənə sualım gəlmiş olur. 5-də yazır ki, вы были в историческом музее. Deyir ki, siz tarixi muzeydə olmusunuz. İkinci olaraq da deyir ki, вы можете поделиться своими впечатлениями. Siz öz təəssüratlarınızla bölüşə bilərsiniz. Bu, təbii ki də belə ola bilər. Lakin onda gərəksin 5-ci və 2-ci cümləniz ayrı-ayrı 2 cümlə yox, bir cümlə formasında olsun. Məsəl üçün, elə 5-də yazsınlar ki, вы были в историческом музее. Davamı olaraq, вы можете поделиться своими впечатлениями. Ayrı-ayrı cümlə, 2 dənə dialoqda 2 dənə sual ayrı-ayrı gələ bilməz axı. Ona görə onu da silirəm və 5 və 1 ilə davam eləyəcəm. Вы были в историческом музее. O da 1 ilə cavab verəcək. Da, мы были там недавно. Bəli, biz orada olmuşuq yaxınlarda. 4 ilə desək, sanki müəyyənə cavab vermiş oluram. 2 dənə cavabım ard-arda gəlir. Нам понравились женские национальные костюмы, посуда из серебра, относящиеся к 17 веку. Deyir ki, həm deyir, bəli, biz orada olmuşuq və digər bir cavab olaraq da qaytarır ki, bizim nə bilim, milli qadın kostyumlarından, gümüşdən olan qablardan xoşumuz gəldi. Olmaz. Ona görə onu da siləndə qalır bir Y variantımız. 2 ilə davam eləyəcəm ki, вы можете поделиться своими впечатлениями? Öz təəssüratlarınızla bölüşə bilərsiniz. O da 6 ilə cavab verəcək ki, нас заинтересовали экспонаты, выставленные на первом этаже музея. Deməli, muzeyin birinci mərtəbəsində yerləşdirilən eksponatlar bizim ekran görüntüsü var, texniki problem yoxdur ki, 17-ci sual davam eləyəcəm. 17-ci sualda yoxdur məndə. Aha, хорошо. Yəni nəzərinizə çatdırıb ekranı görürsüz, onu demək istəyirəm. Bəli, müəllimə, görürəm. Deməli, biz 6-da qalmışdıq ki, нас заинтересовали экспонаты, выставленные на первом этаже muzeyi. Muzeyin birinci mərtəbəsində olan eksponatlar bizim diqqətimizi çəkdi. 3. A какие конкретные экспонаты? Baxın 6-da deyir ki, ümumi eksponatlar bizim fikrimizə cəlb elədi. 3-də də ona sual verir ki, bəs konkret olaraq hansılarını bəyəndiniz? O da ki, 4 ilə cavab verəcək ki, нам понравились женские национальные костюмы, посуда из серебра, относящиеся к 17 веку. Beləliklə düzgün variantım olacaq variant Y. Понятно? Sualı olan? 18-ci sual. Aha, əslində bu 18-ci sualımız heç biz cümləni oxumasaq da bizi işin içərisindən çıxardan bir nüans var. Baxın, orada belə bir cümlə qeyd olunur. В Azərbaycani хвойные леса. Sifətin sonluğuna baxıb, ismin sonluğuna baxıb mənə deyin görüm. Хвойные леса hansı təkdədir yoxsa cəmdədir? Cəmdə. Aha. Mən indi cəmdə istifadə olunan isimlə təkdə olan feili istifadə edə bilirəm. Xeyr. Avtomatik olaraq buradan silinəcək variant A находится, он находится, она находится. Məsəl üçün хвойный лес находится deyə bilərdim. Bir getdi. Eyni şəkildə də D variantında растет sözü var.
olmalıydı rastut. Хвойные леса rastut. Bu iki variantı sildim. Deməli, A getdi, D getdi. Siz mənə deyin görüm, diki areşnik sözümüz var orada. Təkdədir, cəmdədir. Təkdə. Ay, sağ ol. B variantında расположаться cəm formasındadır. Daha sonra bu variantı silmiş oluram. Düzdür? Bir daha da D variantını, B variantını sildim. D variantını bayaq da silmişdim, burada da silirəm. Çünki расположены bu da cəm formasındadır. Deməli, əgər bu qayda ilə getsək, A silindi, B silindi, bir də D silindi. Qaldı iki variantım. Burada biraz mənanı işlədirik. Deyir ki, хвойные леса расположены на более высоких склонах. Deməli, həmin bu хвойные леса onlar daha hündür sklon, Azərbaycan sklon, в общем, daha hündür yerdə yerləşirlər, расположены. А на низких склонах растет дикий орешник. Təkdir. Sменяется, dəyişdirilir. Bu məna olaraq bura düz gəlmir. Поэтому хвойные леса расположены, yerləşirlər cəm formasında. Rastет дикий орешник. Bu da ki, təkdə istifadə olunur və yetişir mənasında. Daha sonra 19 вопрос. Düzgün olan variantı istəyir mənə. Burada rastut nə idi? Rastutla rastutun razılıqları. Rastut cəm formasındadır. Они растут. Он, она растет, они растут. 19-cu sualda məndən düzgün variantları istəyir. Tamamilə paronim sualıdır. Bir dənə sizə sual verim. Bu vaxta qədər işlədiyiniz hər hansısa bir qəbulun içində paronima aid olan, olmayan sual var idi. Yəni elə bir sınaq var idi ki, içində paronim olmasın. Yox idi. Yox, müəllimə. Nəsə öyrənəsəmsiz, həmişə qabağımıza çıxır. Ya vallah, kəş ki mənim əlimdə olsa birinci paronim silərəm elə oradan, amma neyniyək? Yəni bu demək istəyirəm ki, mən onları sizə boş-boşuna deməmişəm də o qədər öyrənin deyə. Görürsüz ki, hər dəfə qabağımıza çıxır. Bu ildə var, 2026-nın da səhv etmirəmsə modelində var. Deməli, başlayıram elə birincisindən. Bu dajливый sözünü bəlkə bir 10 milyon dəfə demişəm. Bu gecə saat neçədir? 22-26-dır. Bu da olsun 10 milyon birinci dəfə. Dajливый sözü baxmayaraq ki, çivli var. Это слово исключение, istisna sözdür və cansızla istifadə oluna bilər. Dajливый deyə bilərəm. Tərcüməsi yağışlı gün deməkdir. Дождевой зонт, дождевая лужа. Hamının yadındadır nə deməkdir dождевой? Yoxsa ehtiyac var, yadınıza salaq? Mən vada sözündən Дождевая вода, дождевая вода. Yağışlı su ola bilər, yoxsa yağış suyu olacaq? Yağış suyu olacaq da. Дождевая вода, дождевая лужа, дождевой зонт, дождливая погода, дождливый день. Məsəl üçün. Хорошо? İndi bax bir düzdür 100%. Bax bundan əmin olsam. A getdi. Daha doğrusu bir 100% düzdürsə, B getdi, D getdi, Y getdi. İki variant arasında qalıram. Bax, bir dənə bu dajливый sözünü bilmiş olsaydınız əgər, iki variant arasında qalacaqdınız. 5 və 4-ə baxıram indi. 4, bu 5-də olan o Каменная da, каменистая da elə birinci mən sizə paronim izah elədim. Bəlkə birinci izah elədiyim paronimlərdən biri idi. Каменная daşdan hazırlanmışdı. Почва nədir? Torpaq. Torpaq daşdan hazırlanmış ola bilər. Sual verirəm sizə. Yox, Все, nə olmalıydı? Каменистая olmalıydı. Правильно? Все, 5-i də oradan siləndə heç 4-ün tərcüməsinə baxmasanız da bilirsiniz ki, червь получается земляной. Torpaqda olan. Понятно? Земной, например. Бедный я yaxşı bildiyimdir. Və yaxud da бедный silsən, aysolda tutalım бедный sözü. Bax yazıb orada бедственный человек olmaz, бедный человек olmalıdır. Bu 100% bildin ki 2 səhvdir. 2-nin səhv olduğunu bilsən yenə B və D getmiş olur. Çünki məndən düzgün variantı istəyir. Ən azından metod исключения ilə 100% bu sualı düzgün tapmalıydınız. 3 dənə %100 bildiyiniz orada var idi. İndi deyim ki 3 ilə 4-ü qarışdıra bilərsiniz də, amma o digər 3-ünü əzbər bilməlisiniz də burada уже. Хорошо? Burada 3 də səhvdir onda. 3 də səhvdir. Завистливый взгляд olmalıdır. Çünki paxıl baxış mənasında. Orada da liv var, amma məna icazə verir də. 20-ci sual. Logически верное предложение. Məntiq olaraq düzgün cümlələr istəyir məndən. Bax, burada deməli olacaq 1 və 3. Deyir ki, ошибки можно простить. Ложь не прощается. Deməli, səhvləri bağışlamaq olar, yalanı
bağışlanmır. Bir okeydir. İkiye baxaq. Когда человек счастлив, то в его жилах стынет кровь. İnsan deyir, xoşbəxt olanda onun damarlarında qanı donur. Razı? Xoşbəxt olanda insanın Xeyr, damarlarında qan donur. Xeyr. Səhvdir. Bəli, burada biraz məcazi mənada. В любом случае səhvdir. 2 gedəndə A getdi, deməli C getdi, Y getdi. Qalır 2 variantın. 1 dedik ki, düzdür. 3 və 4-ə baxıram. Burada çıxara bilmirik təəssüf ki. Не ищи правды в других, когда ее в тебе нет. Deyir ki, başqalarında həqiqət axtarma, əgər sənin özündə yoxdursa. Görürsünüzlər, fəlsəfi cümlələr qurur burada. 3 də düzdür. 4. Strah воспринимается телом человека как радость. Deyir ki, qorxu insan bədəni tərəfindən sevinç kimi qəbul olunur. Ay kaş ki. Amma 4 məntiqi olaraq düzgün deyil. Ona görə düzgün variantım 1 və 3 olacaq. Do you understand me? Вы меня поняли? Yes. Very good. Yes, Heç ben- rusca belə həvəslə cavab vermirsiniz ha, da deyə. Sözüm yoxdur mənim da sizə. Niyə getməmisiniz görəsən ingilis dilinə? Niyə getmədiniz ingilis dilinə görəsən? Mən Mən sizlə danışdım. Hə. Dedi ki, səndə potensial görürəm rus dilindən. Hə. Aydındır. Mən Ağla gəlirmi? demişəmsə nəsə var orada. Sən dediyim sözdən bək yapış. Хорошо. Okey, bu suallarda aydın olmayan, qaranlıq qalan var nəsə? Yoxdur Всё, müəllim, хорошо. aydınlanmışam. Əla. Всё, Agi. Siz gedirsiniz.